Herkese salam, mən Sera. Kanalıma və videoma xoş gəlmisiniz. Bugün sizlə bir yerə dərs masamı düzənləyəcəyik. Bu mənim ilk Azərbaycanca videomdur. Buna görə biraz heyecanlıyam. Videoda niyəsə rəsmi danışmaq zorundaymışam kimi hiss edirəm, amma qarışıq danışa bilərəm yəni. Birinci kargo açmaqla başlayırıq. Çünki masamı düzənləmək üçün bu kargo içindəki şeylər lazımdır. Kargo budur. Biraz böyükdür, amma içində bir sürü şey var. En büyük bomba buradadır. En axırda bunu göstereceğim. Bundan başlayaq. Bu gül legosudur. Çox özənirdim masasında lego olan adamlara. Suda gəlməyini istəyirdim, ama suda gəlməyib. Belə parçaları var. Bir de belə kitabdır. İkinci olarak bu. Bu necə açım? Belə lampa. Ay o böyüdür. Tamam. Tam gözlədiyim boydadır. Videoda görüşənmək istəyirdim. Necə yanlış. Burada belə düyməsi var. 3 dənə modul var idi. Yəqin ki sarı olan işləyəcəm. Çünki ağ işıqda əllərimin rəngi çox tünd düşür. Olduğundan lap çox tünd düşür. Həm də videonun kalitəsi iyrənc olur. Ona görə sarı işıqla çəkərəm yəqin ki. Yanıraq elə bir. Neyse ben bunu artık koyayım. Sonra masanın düzenleyende yine gösteririm. Lampanın tam başa düşmədim necə işlədiyini. Çünki toka salanda yandı ışıqları, amma çıxardanda yanmır. Yəqin ki tokla işləyir, amma məncə zaratka ilə olmalıdır. Gördüm. Belə 4 parçalı pano. Bunu mən 2 ilə yaxındakı çox istəyirəm, amma tapa bilmirdim əksəriyyət. Çox qəşəng. İçindən belə Ruscadan bilirəm bunu, ona görə deməyəcəm. Belə şey çıxır. 3 dənə belə qab var. Bunların içinə yəqin ki koleksiyonluq şeylər yığaram ya da balaca bitki falan da qoya bilərəm. Bunların çoxu var, amma hamısı işlətməyəcəm. 2 dənə falan işlədərəm yəqin, çünki nə qoya bilərəm ki, bura qulaqçıqdan. 3 dənə də belə qabı var. Ən çox bunlar işimə yarayacaq, çünki içinə markerlərini falan yığacağam. 4 paçka belə yenə Ruscasını bildiyim, Azərbaycancasını bilmədiyim şey var. Bu şüşə olan şeyləri nədə bilmirəm. Aldıqlarım bu qədər idi. Gəldim masa ayırışdırmağa. Masamın nə gündə olduğunu görürsünüz, yəni. Anlatmaya gerek yoxdur. İndi buranı ayırışdıracağım. İndi bu en altını silip burada test kitaplarımı yerleştireceğim. İndi bu bakım makyaj qarşı falan sürməyə keçirik. Bu üçünü de biriktireceğim çünkü yani bunlar içinde yoktu. Sadece biten ürünlerimi tekrar biten şeylerini tekrar alardım, yoksa almazdım. O videodan çekeceğim, ona göre bunları saklayacağım. Burada belə oldu. Bura boyalarımın falan oldu. Silmedi. Bura düzenli aslında. Sadece sketchbook'umu falan koymalıyım. Burada da böyle sketchbooklarım, sonra renlemediğim pembe çekler var. Kalan bütün silmələrimdə ya boşdu ya da zibilliydi. Ona görə onları düzenlemeyeceğim. Zibilli deyəndə kağıt falan var.
Orada düzəlməyə çox bir şey yoxdur. İndi bu üçünü saxladım. Qalan hamısını yerləşdirdim ya da şkaf falan koydum. Bu qaldı. Bu aslında bu takılıqdır. Aslında kurdelesi yox idi, mən yapışdırmışam. Məncə çox qəşəng oldu. Neyse. Sonra bu lampadır. Təmdən aldığım. Bir de belə şam. Bu da dekor üçün qoyuram. Yoxsa iyi falan yoxdur. Aslında iyiydi ama iyi yoxdur. Bu kadar. Bunu da göstereyim. Bu düzenlidir. Çünkü düzenlidir yani. Sadece ikisiz oldu çünkü o kadar çok takım yoktu. Burada sırğalarım var. Burada evet, böyle qolbaqlarım, üzüklərim. Bu kadar. Belə işlətməyəcəm ama həlliliyi belə qalsın. Panonu qoyanda bundan götürərəm. İndi panonu tam düzenleyip kurtardım. Burada daynilərimi koydum. Yani bir ser olarak dayniləri koymasaydım olmazdı. Yanına kulağıcığımı astım. Kulağıcığın altına da qarkürlərimi koydum. Şam koydum. Bir de balaca mini figürlər koyacağım. Altına da belə markerlərimi, karandaşlarımı falan koydum. Buradan götürmeye daha rahattı. Onun yanına bir tane belə balaca dovşan astım. Organizerimi koydum. Bir de lampa koydum. Yani klasik olarak. Bu kadarıydı. Ben çok beğendim. Bu kadar qəşəng olacağını gözləmirdim. Buraya kadar baxdısa kanalıma abone olup videoma like atmayı unutmayın. Hamınızı çok sevirəm. Hələlik.